Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Evində torpağında kubcası olan mərkəzi kanalizasiyalı 4 otaqlı tam təmirli həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur. Evimizin yerləşmə yeri Məhəmmədli dairəsidir. Məhəmmədli dairəsində yoldan 300 metr məsafədə yerləşir. 2 sot torpaq sahəsindədir. Yerdən 7 daş kürsüdə tikilib. 4 otaqlıdır. 115 kvadratda evin ümumi sahəsidir. Evin heç bir zabora bitişiyi yoxdur. Sağından, solundan, arxa tərəfindən zabordan geniş məsafəsi saxlanılaraq tikilib. Evin ön hissəsi də balkon kimi saxlanılıb. Mətbəxindən birbaşa balkonuna çıxış etmək mümkündür. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri qoyulub. Evimizin hər bir tərəfi yaşayış olan yerdir. Məhəlləyə qədər birbaşa asfalt yoldur. Evin həyəti tamit daşlarından döşənilib və əlavə boş torpaq sahəsi saxlanılıb. Evin tikintisi zamanı ən yüksək və keyfiyyətli materiallardan istifadə olunub, yenicə təmirdən çıxıb, evdə yaşayış olmayıb. Gəlin gedək evin daxili ilə də sizi tanış edeyim. Qazı, suyu, işığı daimi fasiləsizdir. Kommunallarının hamısı var. Evimiz ipotekaya gedir. Sənəd həm evin, həm torpağın kupçasıdır. Mərkəzi kanalizasiya sisteminə qədər də hamısı var. Həyətimizə də maşın tam rahatlıqla daxil ola bilir. Evimiz dəhliz sistemlidir. Evin dəhlizi, qonaq otağı, mətbəxi istifoldan ibarətdir. Dəhlizə daxil olduqda sağda gəlir evin qonaq otağı, solda isə gəlir evimizin mətbəxi. Hamam sanitar qovşaq da istifoldur. Evin altı betondur, üstü kəmərdir. 4 tərəfi qoşa daşla tikilmiş evdir. Otaqlarda kombi xətti çəkilib. Polları da laminatdır. Evin 300 metr məsafəliyindən Koroğlu şəhər daxili demək olar ki, bütün marşrut xətləri keçir. Evimizin qiyməti isə 118 min manat deyilir. İnşallah ki, real alıcılar olsa, qiymətdə də yaxşı bir indirim olacaq ev sahibi tərəfindən. Dəyərli izləyicilərim, nə suallarınız olsa zəng edin, məlumat alın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı halal edin.